Azadlıq gətirən şillə. Tarixdə bu hadisə məhz belə yadda qalıb. 1946-cı il Tokyo. Müharibə Cinayətləri Məhkəməsində hamının gözləmədiyi bir hadisə baş verir. İttiham olunan Yapon ideoloqu Shumei Okawa qəfil qarşısında oturan keçmiş baş nazir Hideki Tojo'nun keçəl başına şillə vurur. Zal bir anda qarışır və nəzarətçilər dərhal müdaxilə edir. Bu Okawa'nın məhkəmə ərzində ilk qəribə davranışı deyildi. Hakim onun psixi vəziyyətinin yoxlanılmasını tələb edir. Aparılan tibbi müayinələrdən sonra isə Okawa'nın psixi sağlamlığının yerində olmadığı açıqlanır. Nəticədə onun barəsindəki iş dayandırılır. Maraqlısı budur ki, aralarında Tojo'nun da olduğu bir neçə keçmiş rəhbər ölüm cəzasına məhkum edilir. Okawa isə dəli hesab olunduğu üçün məhkəmədən kənarlaşdırılır. Bir şillə onun taleyini dəyişir və tarixdə ən ironik məhkəmə anlarından biri kimi qalır.